Salam qızlar, xoş gəlmisiniz. Bugün sizinlə karamel hazırlayıq. Qazana alt hissəsi qalın olan qazana 2 stakan şəkər tozu əlavə edirik. Xrustal stakanı belə bir stakanla və əriməsini gözləyirik. Başqa bir qaba 1 stakan süd, 1 stakan süd əlavə edirik, islədirik. Üzərinə 50 qram kərə yağı, islənmiş südün üzərinə 50 qram kərə yağı əlavə edirik və əriməsini gözləyirik. Ara sıra pesoku qabı sirkələyirik ki, pesok qarışsın və dibi yanmasın. Şəkər tozunun üzərindən ayrılmayın ki, dibi tez tutur və şəkər tozu əriyir. Qarışdırırıq ki, dibi yanmasın. Südlə yağı başqa bir qabda islədirik. İsti olmalıdır ki, karamel tökdükdə daşlaşmasın, yəni südlə yağı isidib bir yerdə qatmalıyıq. Baxın qızlar, mən öncədən hazırlamışam, soyuducuya yerləşdirmişəm. Bu cür soyuducuya qoyduqda kütlə bərkiyir, amma otaq temperaturuna qoyduqda karamel yumşalmağa başlayır.